Salam hörmətli izləyicilərimiz, Universal Amlak Agentliyindən hər kəsi salamlayıram. Gözəl bir dənə evimiz çıxıb satışa. Əlanın əlası. Ana yola 400 metr məsafədə bir dənə belə bir variantdır. Qardaş, iş görüb da, halal olsun bu qardaşa, iş görüb. Baxın hörmətli izləyicilərimiz, su sayğacı qaydasında, işıq sayğacı qaydasında qazın xəttinə qədər çəkib qoyub sayğacını da qoyacaq. Yəni görürsünüz, qaz xətti də var. Bax, küçüyə baxa bilərsiniz, ətraf tam yaşayışdır, görürsünüz, ətraf tam yaşayışdır. İnternetinə qədər hər bir şey, KTV-si, sisteminin hər bir şeyi var. Bax, hörmətli izləyicilər, ev deyərdim, ev. Bax, görürsünüz, trapı, mərkəzi kanalizasiya sisteminə kimi, torpağın kubcasına qədər var. Yəni, rəsmi alqı-satqıya gedirik. Çox gözəl insandır. Valla, mən belə insan görmürüm. Bax, üzümlər əkib burada. Kim istəsə, yəni bura qəşəng gələcəyinə bir talvan elətdirər. Dedim, halal olsun sənə qardaş, halal kimi iş görmüsən. Yəni işi belə görürlər də, yəni balkonlu ev təqdim edirəm sizə ucuz bir qiymətə. Hörmətli izləyicilərim, belə bir qiymətə ev yoxdur. Yəni qonşu da gəldi, əmi var belə bir qiymətə ev? Yox, yoxdur. Əmi də deyir ki, yoxdur. Qiymət münasib bir qiymətədir. Qardaş, valla, yəni, indiki dövrdə torpaq bahalaşır, hər bir şey bahalaşır. Qardaş dedi ki, təcili pul lazımdır, qoy bu qiymətə sat. Allah kim alacaqsa xeyrində versin. Amin. Amin inşallah. Bax, buradan böyle bir şey qalmışdır, hörmətli izləyicilərimiz. Bax, qəşəng görürsünüz, qardaş, burada içəri otaqlardır. Bəlkə göstər otaqları. Qəşəng padvala da baxıram. Bax, padval qupqurudur, fundamentdə oradan görsənir. Burada kombinin yeri nəzərdə tutulub. Millərə bir dənə baxa bilərsiniz. 5-20 atım atıb. Qardaş iş görür. Biz indi görürük. Başqaları da iş görür. Bu qardaş da iş görür. Bu qardaşa nə deyərlər? Halal olsun deyərlər. Hörmətli izləyicilərim. Yəni həyətə rahatlıqla maşını sala bilirik. Bir də bura bütün beton monolitdir. Yəni daşla tikilməyib. Yəni keyfiyyət göz qabağındadır. Mən həmişə demişəm, keyfiyyətli evin qiyməti başqa olur. Hörmətli izləyicilərimiz. Amma sizə ucuz bir qiymətlə təşkil olunur. Gəl, evimizin bu tərəfindən də məsafəsi var. Bir də bax, evimiz daşdan tikilib. Kurğu və qoşa daşlı, üstündə də kəməri var. Dedim, qardaş, sənə halal olsun. Belə tək belə iş gör. Qardaşımızın ilk işidir özdə. Tam keyfiyyətlə görüb. Yəni, bugünkü bu bazarda, yəni 3 otaq, 100 kvadrat evi bu qiymətə verməzlər. Bir də xüsusi bir incəliyi fikirləşib, qardaş, mənim çox xoşuma gəldi. Bax, bura qaz xətti çəkib atıb. Kimsə gələcəyinə burada letni mətbəx, bir şey eləsə, bir yığıncaq olanda bir bura qaz peçi qoyursan, həyətdə qonaqlar qoyana çay içməyə. Bax, bir dənə belə bir variantdır. Bax, üzümü görürsünüz, yarpaqlayıb. Qardaşın əli ruzuludur. Ona söz ola bilməz. Gəlin keçək. Hörmətli izləyicilərimiz, maşallah. Hörmətli izləyicilərim, ucuz elə sevinirəm, elə həyəcanlanıram ki, sizin yerinizə. Yəni, ucuz qiymətə ev tapmışam sizin. Axırı ki, o evi tapıb çıxarmışam sizin. Gəlin, alın. Kim istəyir, gəlsin, alsın. Yəni, bu qiymətə ev yoxdur. Başqaları kimi mən fırlanmıram, eləmirəm. Yəni, deyirəm ki, ucuzdur. Özünüz də bilirsiniz. 6 qaraj, 100 kvadrat. Çöldən çölə qardaş dedi, elədir. Burada nə balkonu var. Ətrafdakı evlərdir, valla, ətrafda yaşayışdır. Bax, üstü, bax, dedim qardaş, sənə halal olsun. Xırda indi incəliklər var da orada, mən sizə qeyd elədim. İndi hər adam fikir vermir. Bax, burada yuxarını taxta eləyib. O, apşifka taxta, lambir eləməyib. Lambiri köləyə uçurdur, dedi. Qardaş, yeni özü bizə danışır. Bir də ki, dedi, bax, orada dama da çıxış qoymuşam, çorma boyunu da döşəmişəm. İstəyən olsa şərait yaradıram, gəlsin, baxsın. Allah inşallah ona da səfadıq edib versin. Çox gözəl qardaşdır. Bax, damaşliklərə qədər qoyub bilsin burada. Allah onun canını sağ eləsin. Dedi, qapları da sifariş vermişəm, qapları da qoyacaq. Bu evimiz 4 bir tərəfi qoşa daşla. Bax, hətta ara kəsmələri, bəziləri, gəl bir dənə göstər, ara kəsmələr var, ara kəsmələr. Bunun çoxu kərpizlə edir. Qardaş dedi, bunu da daşla eləmişəm. Dedim, qardaş, sənə halal olsun. Halal olsun, sənə bir şey iş görürsən, burada metmalı. Özdə yarımçı biləməyim, bax, bütün yedik metmalı. Kafeli mahsus, qazın xəttinə qədər çəkib qoyub, özü 3 dənə xət qoyub. Burada soyu, su, üstü, su, palqayla hamısını atdı edir. Maşallah, boylarına səliqəlidir. Bax, plintusunə qədər taxtadır, göz qabağında. Keyfiyyətlə işlənilib, halal olsun qardaş sənə. Və, bax. Ay,
Maşallah. Bax, bir dənə setkalara bax. Bu setkalar kim verir? Heç kim vermir. Boyur da hamısını. Ucuz, keyfiyyətli, qapılarını da qoyacaq, yəni sifariş verib, qapılarını da qoyacaq verəcək. Aboyları zövq verəcək. Mən danışdım, bir aboyu məsələ seçdim, deyir, neçə gün vaxtım getdi aboy seçimi, dedim, qorxu, sənə hava olsun. Mən nə deyim sənə? Bazaq, hörmətli izləyicilərim, mən belə gözəl zalarə görməmişdim. Qeyrə işləri, yəni 4 otaqlarda da belə görürdüm, açıq danışım. 3 otaqlarda görməmişəm, 3 kvadratda. Yəni keyfiyyətlə işlənilmiş qoşa daş, qoşa kubik, nə bilim, keyfiyyət istəyirsiniz, nə bilim, normal bir yer istəyirsinizsə, pol. Oyunda, uşağı bıraxırsan, ailədə alın. Uşaq gəlməyəsiniz, neysə, şey lazım deyil, nə bilirəm, xalça lazım deyil. Bir dənə burada bir yataq otaq. Qışın tüm qavı seçəcək. Adam o zaman kimi yuxuya gedir burada. Oyun gözəl. Radiator xətləri çəkilir. Hamısına mən özüm yoxlayıram, daşlara fikir verirəm. Həmsi qaydasında keyfiyyətlə tikilmiş, inşa olunmuş evdir. Yəni, 6 qavaş olmalı, evin çox böyük üstünlüydü. Yəni, onun üçün də maşın sala bilərsiniz, əlramı kimi istifadə edə bilərsiniz. 6 otaqlar. Gözəl bir dənə yataq otağı buradadır. Evimizin bir də üstünlüyü var ki, bir ara məsafəsində kesim. Yəni, ara məsafəsi də var, bir 2 metr ara məsafəsi də var. Burada da bir dənə balaca bir yataq otağıdır. 3 yarmalıdır. Böyük yataq otağı 15 kvadrata yaxındır. Ümumi evimiz çöldən çələ qoşa daşla tikildiyinə görə 100 kvadrata yaxındır. İndi özünüz bilirsiniz də, orada qoşa daşlar çıxılanda kvadrat 3 kvadrat qalır. Hər dəsə bir 2 sota yaxın torpağın içindədir. Qiymət bax belə bir qiymətədir. 65.000 manat. Real alıcı olsa, real alıcı, 5 ilə gəlir. Onunla danışmaq olacaq. Buyurunuz, yəni dediyin gəlir.